Sən sahibkar olanda, gəliri bank vasitəsilə çıxardanda nə olur? O gəlirin bankdan aldığına görə, asan imzadan istifadə elədiyinə görə, vergi ödəyicisi olduğuna görə, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olduğuna görə sənə staj sayılır. Staj sayılırsa, o fəaliyyətə görə sən işsiz biri deyilsən və dövlətə vergi köçürtmüsən, biznes fəaliyyətin olub. Pensiya da alırsan və bu statusaca sən bir menecer, bir qızıl konferans minimum 2 səyahət qazanmış oldun. 1, 2, 3. 3 dənə qızıl znaçok aldın. Belə deyək, 11 qram qızılın oldu. Nə istəyirsən? Nə qədər alqış aldın? Nə qədər sevgi aldın? Nə qədər savab qazandın? Nə qədər insanın həyatını dəyişdin? Bu gələn ikilərin hamısının həyatı dəyişdi. Niyə oturursunuz? Niyə? Çoxunuz deyirsiniz ki, savab qazanmaq istəyirəm, məscid tikmək istəyirəm. Nə qədər qadın özgüvənli olacaq? Nə qədər ata balalarının yanında utanmayacaq? Nə qədər uşaq valideyninin imkansızlığına görə sıxılmayacaq? Qazanın da savabı. Məscidləri tikənlər var, pul qazanmaq xatirinə gəlir mənbəsi nəzir qutusu üçün qoyanlar var. Siz Allaha xatir öz yolunuzla, bu yolla savabınızı qazanın. Mən bu qədər dostlar. Mən missiyamı yerinə getirdim. 73 dəqiqədir ki, mən boğazım qovuşa-qovuşa sizə bunu sevdirməyə çalışıram. Bunu sevdirsəm, siz eləsəz nə olacaq? Siz eləyəsiniz, biznesiniz qurulacaq. Siz eləyəsiniz, sahibkar olasınız. Siz eləyəsiniz, bankdan gəlirlər çıxardasınız. Siz eləyəsiniz, təkcə siz qazanmayasınız, komandazdakilar qazanmış olacaq. Siz eləyəsiniz, səyahətlərə birgə gedəsiniz. Mən yetərincə gəzmişəm. Mənim gəzdiyim özüm üçündür. Amma siz gəzəsiniz, balalarınızı sevindirəsiniz, doğmalarınızı sevindirəsiniz. Tanımadığınız, bugünə tanımadığınız insanlar var ki, onlar bəlkə də xəbərsizdirlər. Sizin vasitənizlə gəlib həyatını düzəldəcəklər.